Salam, hər vaxtınız xeyir. Bugün natural ədədlərdən təkrar məqsədli seçilmiş sualların izahına baxırıq. İlk öncə başlayırıq 9-cu sualdan. Deməli 9-cu sualda bizə A, B, 8 üstü xətt çıxılsın AB üzəri xətt bərabərdir 179 olarsa A üstə gəlinsin B cəmini soruşur. Deməli bunları açmağımız kifayətdir. Ay hansı mərtəbədə dayanırdı? Yüzlüklər mərtəbəsidir. Bu onluq, bu təklik, bu da yüzlük. Yazırıq 100 A üstə gəlinsin 10 B üstə gəlinsin 8. Çıxılsın. AB-nin açılışını da biz bilirik, amma məsləhət budur ki, əgər çıxdısa, ondan sonraki ifadə mötərizədə yazın. Niyə görə? Çünki işarələr dəyişməlidir. AB-nin açılışı da ki, 10A üstə gəlinsin B bərabərdir 179-a. İndi mötərizədən azad edək. 100A üstə gəlinsin 10 B üstə gəlinsin 8. Bu çıxmaya görə bu mötərizənin içindəki hədlərin işarəsi hər biri əksinə dəyişməlidir. 10-adırsa olur çıx 10-a. B-mizin işarəsi müsbətdir. Mənfiyə görə işarəsini dəyişir, olur mənfi çıx B bərabərdir 179-a. Buradan 100A 10-a. 100A-dan 10A-nı çıxanda edir 90A. 10B-dən bir dənə B-ni çıxanda 9B üstə gəlsin 9B. Bu 8-i də, bu 8-i bərabərliyin sağ tərəfinə ataq. Yəni bu bərabərdən sonraya atıram. Olur 179. İşarəsi müsbətdir burada. Yerin dəyişdiyim üçün işarəsi əksinə dəyişir. Olur çıxılsın 8. 90A üstə gəlsin 9B-dən orta vuruğu çıxartaq. Hər ikisində orta olan ədəd təbii ki nədir? 9. 9-u çıxartmışamsa 90-ı 9-a böləndə 10A üstə gəlsin. 9-u artıq çıxartmışam çölə. İçəridə təkcə yalnız B qalır. Bərabərdir 179-dan da 8 çıxanda 171. İndi burada 10A üstə gəlinsin. Baxın, baba. Bu 10-a üstə gəlsin. B-nin açılışı biz bilirik ki nədir? 9. Bu 10-a üstə gəlsin B-miz təbii ki AB üstü xəttin açılışıdır. Buradan AB üstü xətt nəyə bərabər olacaq? Biz 171-i 9-a bölməliyik. 171-i də 9-a böləndə 171 bölünsün 9 vaxtı getməsin, bizə çaşdıq vurdu. 171 bölünsün 9 edir 19 dəfə. İndi baxın, burada A-nın yerində hansı ədəd dayanıb? A birincidir, burada A-mız nədir? Birinci olacaq. A-mız 1, B-miz nə olacaq? B-mizdə ikinci dayanan ədəd, yəni 9. Bizdə şərtdə nə istəyir? A üstə gəlsin B cəmi. Yəni 1 üstə gəlsin 9, cavab 10. C variantı. İndi 10-cu sualın izahına baxaq. 10-cu sualda bizə deyir ki, 2 rəqəmli AB üstü xətt ədədi üçün AB üstü xətt bərabərdir 2A üstə gəlinsin 4B olarsa A üstə gəlinsin B cəmini bizdən soruşur. Baxın, birinci gəlin bunu açıq. AB üstü xəttin açılışı nə idi? 10A üstə gəlinsin B bərabərdir 2A üstə gəlinsin 4B-yi. A-ları bir tərəfə yığırıq, B-ləri bir tərəfə. Və A-nı gətirirəm bu A-nın yanına. Olur 10A. 2A-nın burada qarşısında heç bir işarə yazılmamışsa müsbət idi. Yerin bax, görürsünüz, bərabərlikdən artıq yerin dəyişdiyimizə olur çıxılsın 2A. Artıq A-la işim bitdi də. Bərabəri qoyurum, indi B-ləri düzürəm. Bərabərdən sonra ilk gələn nədir? 4B, yəni sağında 4B. Bu B-ni atıram bu B-nin yanına. Üstə gəlmədi işarəsi olur çıxılsın B. 10A-dan 2A çıxanda 8A bərabərdir 4B-dən də bir dənə B çıxanda edir 3B. Baxın, burada A
A-mız qarşıdakı ədəddir 3. B-miz də onun qarşısındakı ədəddir. Yəni olur A-mız 3, B-miz də 8. Bizdən bunların cəmini soruşur. A üstəgəl B-ni, yəni 3 üstəgəlsin 8, o da edir 11. Bu açıq tipli sual idi. Cavab 11. İndi davam edirik. Deməli, indi baxırıq 16-cı suala. 16-cı sualda bizə deyir ki, şərtdə A və B natural ədədləri üçün bu ifadənin tək ədəd olarsa ən kiçik qiymətini tap deyir. İndi yazıram C bərabərdir A çıxılsın 5 3B üstə gəlinsin 1. Bu ifadə tək ədəd olarsa AB hasilinin ən kiçik qiymətini istəyir məndən. Deməli, burada mənə deyir ki, bu hasil tək ədəd olarsa, mən fikirləşməliyəm ki, bunların arasında heç nə yazılmayıbsa vurma deməkdir. Nəyi nəyə vursam, tək ədəd alınır. İndi baxıram, məsələn, deyirəm ki, cüt ədədi, məsələn, cütür-cütə vururam. Cütür-cütə vuranda nə alır? Bir dənə cüt rəqəmdir mənə. Məsələn, olsun 4. Başqa da bir cüt rəqəmdir 6. 4-ü 6-ya vuranda nə eləyir? 24. 24 axı cüt ədəddir. Məndən şərtdə deyir ki, tək olsun. Tək olması üçün, misalı uzatmıram, deyirəm ki, təki təkə vurmaq lazımdır. Baxın, burada tək olmalıdır. Burada tək ədəd olmalıdır. İzahını göstərim, yəni təkə vuranda. Məsələn, bir dənə tək ədəddir 3, başqa da bir dənə tək ədəddir 5. 3-ü 5-ə vuranda nə olur? 15. Həqiqətən də 15 nədir? Tək ədəddir. Deməli, 3B üstü gəlsin 1 də tək olmalıdır. A çıxılsın 5 də tək ədəd olmalıdır. Yazıram 3B üstə gəlinsin 1. Bu ifadədə mən B-nin yerinə ən kiçik dediyi üçün ən az bir qiymət qoymalıyam da. Mən B-yə ən kiçik nə qoya bilərəm? Uşaq çaşıb deyə bilər ki, 0, amma 0-ı götürmürük. Niyə görə? Çünki bizə şərtdə deyir ki, AB natural ədədləri üçün. Axı 0 natural ədəd deyil. Biz necə 0-ı gətirib yerinə qoya bilərik? Ona görə burada B-nin yerinə ən kiçik nə qoya bilərik? 1. Ən kiçik natural ədədimiz 1-dir. 3-ü 1-ə vurdum. 3, üstünə 1 gəldim, 4. Sevincək olmuruq. Niyə görə? Çünki 4 necə ədəddir? Cüt ədəddir. Bizdə axı dedik, bura tək olmalıdır. Ona görə 4-ü ödəmir. 1-dən sonra ən kiçik ədədimiz nədir? 2. Gətirdim B-nin yerinə 2-ni qoydum. 3-ü 2-yə vurdum. 6, üstünə 1 gəldim, 7. 7 tək ədəddir, cüt ədəd. Tək ədəd. Mənə də tək lazım idi də. Deməli, bu 7 ödədir. Deməli, onda B-mizə neçə qoyduq? 2. Deməli, B-ni 2 tapdıq. İndi gətirirəm A çıxılsın 5-i tapmalıyam. A çıxılsın 5. Baxın uşaqlar, deyirəm ki, bura tək olmalıdır. Ən kiçik, mən ən kiçik ədədə vuranda ən kiçik ədəd alınar da. Şərtdə məndən ən kiçik qiymətini istəyir axı. A çıxılsın 5, ən kiçik hansı qiymət ala bilər? 1 qiymət. 1-dən kiçik natural ədəd yoxdur axı. Ona görə buradan A-nı da tapırıq. 5-i bərabərliyin sağına atsaq, 1 üstə gəlinsin 5 olur. Buradan da A bərabərdir 6. Deməli, A-nı 6 tapdıq, B-ni də 2. Bizdə şərtdə hasilini soruşur. Hasil nə idi? Vurma. A vurulsun B, yəni 6 vurulsun 2, o da edir 12. Bu sualın cavabı yəni 12. İndi baxırıq 19-cu suala. 19-cu sualda deyir ki, 3 rəqəmli ədədin 1%-i onun rəqəmləri cəminə bərabərdir. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. Birinci bu deyilənləri yazaq. 3 rəqəmli bir ədəd götürürük. Bilmirik də hansı ədəddir. Götürürük A, B, C. Bu 3 rəqəmli bizim ədədimiz. Deyir onun ədədin 1%-i. Ədədin faizini necə tapırdıq? Ədədi faiz göstərən ədədə vururduq. Burada faiz göstərən ədədimiz nədir? 1. Bölməliyik neçəyə? 100-ə. Deyir, onun rəqəmləri cəminə bərabərdir. Bizim rəqəmlərimiz nədir? A, B, C. Deməli, bu rəqəmləri cəminə bərabərdirsə, A üstə gəlsin, B üstə gəlsin, C. Bunu çarpaz vurub açıram. A üstə gəl, B üstə gəlsin, C-nin məxrəcində heç nə yazmayıbsa 1 deməkdir. ABC üstü xətti 1-ə vuranda elə ABC üstü xətt, onu tezdən yenə 1-ə vuranda çarpaz vururuq da. Yenə A, B, C üstü xətt edir. Bərabərdir 100-ü də digər çarpaz vursaq alınır 100
A üstə gəlinsin 100 B üstə gəlinsin 100 C. İndi ABC üstü xətti açaq. ABC üstü xəttin açılışı nə idi? 100 A üstə gəlinsin 10 B üstə gəlinsin C bərabərdir. Bərabərliyin sağ tərəfin olduğu kimi köçürürəm. 100 A üstə gəlsin 100 B üstə gəlsin 100 C. Deməli buradan baxın A-ları falan hamısını bir tərəfə yığıram. A-ları, B-ləri, C-ləri. Da bir də yazmıram. Əslində yazım aydın olsun, lap yaxşı. A-ları, B-ləri hamısını keçirirəm bu tərəfə. Olur 100 A. Bu tərəfdə də 100 A var. Yerini dəyişdimsə nə olur? Çıxılsın 100 A. Üstə gəlsin 10B. 100 B-ni də gətirirəm bərabərliyin sol tərəfinə. İşarəsi müsbət idi. Olur çıxılsın 100 B. Üstə gəlinsin C. 100 C burada C düşməyib. 100 C-ni də atdım o tərəfə. Olur mənfi 100 C. O tərəfdə heç nə qalmadısa bərabərdir 0 yazdım. 100 A-dan 100 A-nı çıxanda bunlar islah gedir. Ortada heç nə qalmır. 10 B çıxılsın 100 B. 10 B-dən 100 B çıxanda mənfi 90 B. C-dən də 100 C çıxanda edir mənfi 99 C. İndi B-ni bir tərəfdə, bu tərəf bərabərdir 0-dır. Bərabərliyin sağ tərəfində heç nə qalmıyor, baxın. Buradan mənfi 90B, 99C-ni bərabərliyin sağ tərəfinə atırım. Oldu, bərabərdir. İşarəsi mənfi idi. Axı, yerini dəyişdim, oldu müsbət 99C. İndi də davamı yazaq. İndi burada belə bir şeydir. Məsələn, deyərsən ki, B-ni 99 götürüm, C-ni mənfi 90 götürüm. Elə şey olmur axı. Çünki niyə? Qaydada da biz demişik ki, bu ABC üstü xəttin açılışında burada bu ABC-lərin yerinə rəqəm dayanmalıdır. 90 dayana bilməz, 80 dayana bilməz. O ABC-lərin yerinə ya 1, ya 2, 3, ta ki neçəyə qədər? 9-a qədər, həmçinin 0 da daxildir bu aralığa. Yəni o ABC-lər rəqəmdir, ədəd deyil. Ona görə mən baxıram ki, mən burada B-ni elə bir ifadə yazmalıyam ki, bu ifadə düz gəlsin də. Təbii ki, mən necə ola bilər ki, C-yə gətirim mənfi 90 qoyum. Axı C-im 0 ilə 9 aralığında bir ədəd almalıdır. Görürəm bu bərabərlik yaxşı bərabərlik deyil də. Mən ona görə ağlıma gəlir ki, axı 0 da yaza bilərəm bunların içinə. Mən B-ni də 0 götürürəm, C-ni də 0 götürürəm. Həqiqətən mənfi 90-ı 0-a vuranda nə alınır? 0. 99-u 0-a vuranda nə alınır? 0. 0 0-a bərabər deyil ki, bərabərdir. Deməli B-miz də 0-dır. C-miz də 0-dır. Nə gözəl. Bunu tapdıq. Bizim ədədimiz nə idi? ABC üstü xətt idi. Deyək ki, burada götürmüşdük də. ABC üstü xətt idi. Deməli B-mizin də, C-mizin də cavabı 0-dır. Yəni A-nı olduğu kimi saxlayıram. B-nin də yerinə 0 yazıram. C-nin də yerinə 0 yazıram. Burada A-mız istənilən rəqəmi ala bilər də. Bir dənə 0-dan başqa. Çünki 0 ilə başlayan rəqəm yoxdur axı. A-mıza 1 verə bilərəm, olacaq 100. 2 versəm olacaq 200. 3 versəm 4, 5, 6, 7, 8, ən son neçə? 9. Yəni 10 verə bilmərəm də. A-ya necə 10 verim ki? O artıq burada 1000 alır. Yəni 1-dən 9-a qədər istənilən ədədi verə bilərəm. Məndən şərtdə ala biləcək ən böyük və ən kiçik qiymətin fərqini istəyir. Ən kiçik bura 1 yazsam olar, ən böyük də 9 yazsam olar. Ona görə bir dəfə 100, bir dəfə də 900. Məndən ən böyükdən ən kiçiyin fərqini istəyir. Yəni 900 çıxılsın 100, o da edir 800. İndi 31-ci sualın izahına baxırıq. Deməli 31-ci sualda bizə AB üstü xətt üstə gəlsin CA üstü xətt üstə gəlsin BC üstü xətt bərabərdir 88 olarsa, bizə şərt də verib ki, A fərqli olmalıdır B-dən, o da fərqli olmalıdır C-dən. Yəni bu rəqəmlər bir-birinə bərabər rəqəmlər ola bilməz. Bizdən A, B, C ədədinin ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətin cəmini soruşur. Heç nə, açırıq bunu. Mən bunu açaq. AB üstü xəttin açılışı nə idi? 10A üstə gəlsin B. CA üstü xəttin açılışı 10C üstə gəlsin A. BC üstü xəttin açılışı da 10B. Bu hissəni silək.
10B üstə gəlsin C bərabər neçəyə? 88-ə. 10A-la A-nı toplasam 11A. B ilə 10B-ni toplasam 11B. 10C ilə C-ni toplasam edir 11C bərabər neçəyə? 88-ə. Hər birində ortaq ədəd nə var? 11. 11-i çıxartıram çöl. İçəridə nə qalır? A, B, C. A üstə gəlsin, B üstə gəlsin, C bərabər neçəyə? 88-ə. Buradan A üstə gəl, B üstə gəl, C-ni tapa bilərəm. Bəli. Necə tapacağam? 88-i 11-ə bölməliyəm. 88-i 11-ə böləndə neçə eləyir? 8. Deməli, bu rəqəmlərin cəmi 8-ləməlidir. Bizə şərtdə bayaq nə demişdi? Bu rəqəmlər bir-birinə bərabər ola bilməz. Bir də burada kiçik nüans var. Onu nəzərə almalıyıq ki, A-da 0 ola bilməz. B-də 0 ola bilməz. C-də 0 ola bilməz. Soruşa bilərsən ki, ay müəllim, niyə? Çünki bax, bura diqqət elə. Burada rəqəm nə ilə başlayır? A-la. Burada rəqəm nə ilə başlayır? C ilə. Burada rəqəm nə ilə başlayır? B ilə. 0-dan heç başlayan rəqəm varmı? Ona görə sən A-ya da 0 qoya bilməzsən, C-yə də, B-yə də. Ona diqqət etmək lazımdır. Yox, əgər burada A-la məsələn bir rəqəm başlamasaydı, qoymaq olardı. Niyə də qoymaq olmasın? Deməli, indi gətirirəm. Mənə nə istəyir? Ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tap. Ən kiçik qiymət, məsələn, ən kiçiyi tapmaq istəyirəm. Ən kiçik rəqəmin başlaması üçün ABC, bizdə ABC ədədi istəyir də, bax, ABC. Ən kiçik. Mən bildim ki, ən kiçikdirsə kiçik rəqəmdən başlamalıyım da. 0 qoya bilmərəm, çünki 0 ilə başlayan ədəd yoxdur. A-ya nə qoya bilərəm? 1 qoya bilərəm də. 1 qoydum. 1-dən sonraki kiçik ədəd nə var? Məsələn, deyərsən ki, 0 qoyarıq, amma B-miz 0 ola bilməz axı, çünki burada B ilə başlayan ədəd var idi. B-yə qoya bilərəm 2. C-yə nə qoya bilərəm? C-yə qoysam məsələn 3 deyərsən ki, mənim 3 qoyaq, amma bu şərti də unutma da. Sən biz bunu nə üçün tapdıq? ABC-nin cəmi 8 olmalıdır. 1 qoydum, 2 qoydum. 1-in üstünə 2 gələndə neçə eləyir? 3. 3-ün üstünə neçə gəlsəm 8 eləyər. 5. Ona görə C-yə də 5 qoyuruq. Bundan kiçik bu şərti ödəyən qiymət yoxdur. Ən kiçiyimiz 125-dir. Ən böyücünü də tap deyirsə, tərsinə düzürsən. 5, 2, 1 olur 521. Bunların da cəmini istəyir. Yəni 521-in üstünə 125 gələndə 6, 4, bu da 646. Səhv hesablamadıq ki, yox. 646. Bitdi.